Uşaqlar, deməli, keçirik Böyük Səlcuq dövləti, bir də Monqolun Qızıl Ordu. Monqolun Qızıl Ordu bir yerdədir, ümumiyyətlə onsuz da. Böyük Səlcuqda Azərbaycan tarixinin böyük bir hissəsini keçmişik, yəni Azərbaycan ayrılan hissələrini keçmişik, əlavə məsələlərdə qeyd edəcəyik. Biz demişdik ki, Səlcuqlar Qınıq boyundandır, Osmanlı Qali boyundandır, Səlcuqlar isə Oğuzların Qınıq boyundandır və öz adını Səlcuq bəyin adından götürmüşdür. Səlcuq bəy deyirik ki, Səlcuq tayfaları ümumiyyətlə 962-ci ildə Cənd şəhərinə gəlmişdilər, İslam ölkəsi olan Cənd şəhərinə gəlmişdilər və orada məskunlaşmışdılar. Daha sonra Səlcuq bəyin oğlanları Çağrı və Toğrul bəyin zamanında onlar daha da fəallaşmış, Səlcuq tayfaları daha da fəallaşmış və 1015-ci ildə Çağrı bəyin başçılığı ilə qərbə doğru kəşfiyyat yürüyüşünə çıxmışlar. Bu kəşfiyyat yürüyüşü nəticəsində Van gölü-özəsinə qədər gəlib çıxmış, orada Bizansperest qüvvələri məğlub etmişlər. Lakin burada möhkəmlənməmiş, geri Mərkəzi Asiyaya qayıtmışdılar. Daha sonra 1038-ci ildə 1-ci Toğrulun rəhbərliyi ilə Səlcuq dövləti yaradılmışdı. Səlcuqların paytaxtları olmuşdu, deməli, Nişapur şəhəri, daha sonra Rey şəhəri və İsfahana şəhərləri olmuşdu. Səlcuq bəyin başçılığı ilə 1038-ci ildə paytaxtı Nişapur olan Səlcuq dövlətinin yaradılmasından sonra 1040-cı ildə Dəndənəkən döyüşü baş verildi. Dəndənəkən döyüşü baş verilmişdi Qəznəvilərlə. Sultan Mahmud Qəznəvi Səlcuqlara icazə vermişdi ki, onların ərazisini, Qəznəvilər dövlətinin ərazisini məskunlaşsın, amma sonra görür ki, onlar fəallaşır və başlayır onlara qarşı mübarizə aparmağa. Amma Dəndənəkən döyüşü Qəznəvilərdə Sultan Məsudun dövründə olmuşdu. Qısacası, Dəndənəkən döyüşü nəticəsində Səlcuq dövləti Qəznəvi dövlətinə qalib gəlir və beləliklə Mərkəzi Asiyanın böyük bir hissəsini, Xorasanı tamamilə ələ keçirir. Dəndənəkən döyüşündən dərhal sonra Mərv qurultayı keçirilmişdir. Mərv qurultayında qərarı alınmışdı ki, şərqə və qərbə doğru yeni hücumlar edilsin. 1043-cü ildə də paytaxt Nişapurdan Rey şəhərinə köçürülmüşdür. 1-ci Toğrulun hakimiyyət illəri 1038-1063-cü illərdir və Toğrulun zamanında Rəvvadi, Şəddadi və Tiflis 1054-cü ildə tabi edilmişdir. Yadınızdadır, Şəddadi dediyi hökmdarı Əbləsvar Şavur müqavilə imzalayır. Birlikdə Bizans, Erməni, Gürcü feodallarına qarşı Şəddadi hökmdarı Əbləsvar Şavurun dövründədir. 1054-cü ildə Rəvvadi, Şəddadi, Tiflis əmirliyi tabi edilmişdir. 1055-ci ildə isə Toğrul gedir, Sultan Toğrul gedir, Bağdadı tutur və Bağdad xəlifəsi onu bütün şərqin və qərbin hökmdarı adlandırmışdır. Sultan Toğruldan sonra hakimiyyətə gəlib Alparslan 1063-1072-ci illərdə Alparslan hakimiyyəti dövründə Tiflis, Ani, Qars şəhərləri ələ keçirilmişdir. 1066-cı ildə Şirvanşahlar tabi edilmişdir. Bu nə demək idi? Şirvanşahların tabi edilməsi. Azərbaycan vahid halda Səlcuq dövlətini tərkib edir. 1065-ci ildə Rəvvadi dövlətini süqut etdirir Alparslan və tarixin ən böyük hadisələrindən biri Malazgirt savaşı. 1071-ci ildə bunu Azərbaycan tarixində demişik. Malazgirt savaşında Bizans imperatoru Roman Diogen məğlub edilir və testdən çox düşən Malazgirtin nəticəsi Anadolu həmişəlik türk torpağına çevrildi. Malazgirt döyüşü nəticəsində Anadolunun böyük bir hissəsini Səlcuqlar ələ keçirdilər. 1072-ci ildə Alparslan öldürülür və hakimiyyətə Məlikşah gəlir. Məlikşahın dövrü 1072-1092-ci illərdir. Paytaxtı İsfahana köçürülmüşdür. Məlikşahın dövrü Səlcuqların çiçəklənmə dövrüdür. Bəs deyin görək, çiçəklənmə dövrü başqa hansı dövlətdə keçmişik? Kimlərin hakimiyyət dövrü, çiçəklənmə dövrü? Bizansda kim idi? Justinian dövrü idi. Sonra gəldi Osmanlıda Dənpaşalarda oturur. Lalə dövrü, 3-cü Əhmədin dövründə. Biz deyirik ki, Məlikşahın dövründə 1088-ci ildə Şəddadilər dövləti ləğv edilir, süqut etdirilir. Özünə tabi elementdən əlavə süqut edilir. Anadoluda Ankara, Konya şəhərlərini tutur. Eyni zamanda Suriya və Fələstini isə fəth edir Məlikşah.
Məlikşah dövründə Nizamülmülk var idi, onun ən yaxın köməkçilərindən idi, o dövrün alimlərindən biri idi. Ordu sayəsində, ticarət sayəsində, vergi sayəsində islahatlar keçirmişdi. Ordu sayəsində islahatları o idi ki, tayfa prinsipinə əsaslanan ordudan, yəni yeni nizami ordu yaratmışdı və ticarət islahatı vergilərin miqdarı müəyyənləşdirmişdi, tacirlər vəzir rüsumlardan azad edilmişdi. Məlikşahın hakimiyyətinin sona çatmasından sonra Sultan Səncər gəldi hakimiyyətə 1118-1157-ci illərdə. Sultan Səncər Qaraxanlarla və Qəznəvilərlə uğurlu mübarizə aparsa da, Qarakitaylara məğlub olmuşdu. Və Sultan Səncərin dövründə Azərbaycan, daha doğrusu Səlcuq dövləti başlayır parçalanmağa. Anadolu, Konya, İraq, buralarda Səlcuq dövlətləri yaranır. O cümlədən Azərbaycanda Atabəylər, Mərkəzi Asiyada Xarəzmşahlar dövlətləri yaranır. Və Sultan Səncər öldükdən sonra 1157-ci ildə artıq Səlcuq dövləti süqut etmiş olur. Səlcuqların biz böyük bir hissəsini bilirdik uşaqlar. Əlavə olaraq da bu gördüyümüz Tiflis, Ayniqar şəhərlərdir. Sonra Ankara, Konya, Fələstin, Suriya və Səlcuqun yarısıdır. Yox, bu ümumi Səlcuq dövlətidir. Amma Azərbaycan tarixində də keçmişik. Ümumi tarixdə də təkrar Birləşdiriblər. Hə. Sonra keçirik ikinci mövzumuz Monqol dövləti və ardı ilə də Qızıl Ordu dövləti. Uşaqlar, Monqol tayfaları Mərkəzi Asiyada ayrı-ayrılıqda yaşayan köçəri tayfalardılar, əsasən maldarlıqla məşğul idilər və onlar ibtidai icmadan birbaşa feodalizmə keçmiş tayfalardan biridir. Dağınıq halda yaşayırdılar və 1206-cı ildə Monqol tayfalarından birindən olan Temuçin 1206-cı ildə bütün Monqol tayfalarını öz ətrafında birləşdirir, onun qurultayında və beləliklə Monqol dövləti yaranmış olur. Temuçin həmin qurultayda Çingiz adını götürür. Çingiz biraz belə ulu, tanrı biraz mənasını verir və onun qurultayından sonra 1207-ci ildən başlayır Çingizxanın geniş əraziləri işğal etməsi. 1211-15-ci illərdə Çinə gedir, Çinə hücum edir və Pekin daxil olmaqla Şimali Çini ələ keçirmişdir. 1219-21-ci ildə Çingizxan dövründə Mərkəzi Asiya, xüsusən Xarəzmşahlar dövləti tabe edilmişdir. Xarəzmşah cəhalətini keçmişik, 1225-ci ildə Azərbaycana gəlib Atabəyləri süqut etdirir. Və Xarəzmşah cəhaləti bu Çingizxanın əlindən qaçıb gəlirdi Azərbaycan. Yoxsa oturmuşdu da öz dövlətində. Onun əlindən qaçıb gəlir. 20-22-ci illərdə isə bilirsiniz, Monqolların Azərbaycana birinci yürüşüdür. Azərbaycan dedikdə ümumi Cənub Qafqazı yürüş edirlər, kəşfiyyat xarakterli yürüş edir. Burada sonradan yazdım, 1223-cü ildə Kalka döyüşü var. Kalka döyüşündə Rus Qıpçaq qoşunlarına qalib gəlmişdirlər Monqollar. Və daha sonra Çingizxanın ölümündən sonra o dövləti 4 oğlu arasında bölmüşdür. 4 dənə yeni ulus deyirlər, yəni nəsil yaranmışdı və amma əsas dövləti əsas olaraq Böyük Monqol xanlıqları edildi. Və bunlardan biri də Xubilay xan olmuşdur. 1264-94-cü illərdə Böyük Monqol xanqanı Xubilay xan. Xubilay xan hakimiyyət dövrü üçün 2-3 dənə şey var. Pekini paytaxt eləyir, özünü Çin imperatoru elan edir, hətta düşünün, yəni özünü Çin imperatoru elan edir və Çində Yuan sülaləsi hakimiyyətə gəlir. Yuan sülaləsi, yəni Yuan-Monqol sülaləsi. Adam həm Monqol dövlətinin hökmdarıdır, həm də gedir böyük Çin imperatorudur. Hansı ki, o 1368-ə qədər davam etmişdir Yuan sülaləsi. Bu belə. Daha sonra indi keçirik biz Qızıl Ordu dövlətinə. 1235-ci ildə Qaraqorumda bir qurultay keçirilir. Çingizin oğlanları arasında, nəvələri arasında bir qurultay keçirirlər və Cuci nəslindən olan Çingizxanın bir oğlu da Cuci idi. Onun oğlu olan Batı xan deyir ki, mən ordumu da toplayıram, gedirəm Cənub-Şərqi Avropaya, orada özümə yeni dövlət yaradacağam. Öz yaxın əhatəsini, ordusunu toplayır və Qaraqorum qurultayından sonra üzü qərbə doğru başlayır yürüş eləməyə. 1240-cı ildə gəlir Kiyevə çıxır, Kiyevi tutur, 41-ci ildə Macar-Sexalın qoşunlarını məğlub edir və Cənub-Şərqi Avropada möhkəmlənir.
Yəni Şimali Qafqazda əhatə edirdi, Cənubi-Şərqi Avropanda, Qıpçaq çölü deyirlər, oralarda əhatə edirdi. Və 1243-cü ildə Qızıl Ordu dövlətini yaratmış olur Batı xan. Başa düşdünüz? Yəni Qaraqorun qurultayından sonra 1235-ci ildə Batı xan qərbə doğru yürüş edir, öz əhatəsini, ordusunu yığaraq və orada yeni bir dövlət yaradır. Çünki qardaşlarıyla Çingiz xan Ormanlar arasında mübarizə edirdi və hərəsi bir tərəfdə dövləti beləcəsi idarə edilməndə. Ona görə deyirik ki, Çingiz xanın ən böyük səhvi vəsiyyətnaməsində imperiyanın 4 oğul arasında bölməsi, yəni tək hakim qoymamışdı da özündən sonra. Paytaxtı Saraybatı şəhər olmuşdur və Qızıl Ordu dövləti 1313-1342-ci illərdə Özbək xan tərəfindən idarə olunmuşdur. Hansı ki, Özbək xan İslam dinini qəbul etmiş hökmdar idi. Və biz deyirik ki, bu testləri düşünün, 1359-cu ildə Batı xanın nəsli olan Cuci nəsli hakimiyyəti sona çatır. Yeni bir, başqa bir nəsil sülalə gəlir hakimiyyətə. İndi, Qızıl Ordu dövləti ətraf əraziləri öz nəzarətində saxlayırdı, xüsusən də Rus knyazlarını, Moskva knyazı başda olmaqla Rus knyazlarını öz tabiçiliyində saxlayırdı. Və bu dövrdə 1380-ci ildə Qızıl Ordu sərkərdəsi, hökmdarı demirəm, amma baxın sərkərdəsi Mamay xan Kulikova döyüşündə Kiyev Rus knyazlarını məğlub olur. Rus knyazlarına məğlub olur, beləliklə Rus knyazları Qızıl Ordunun vassal asıllığından çıxır, bir müddətlik çıxır. 82-ci ildə isə hakimiyyətə Qızıl Orduda gəlir Toxtamış xan. Toxtamışın hakimiyyətə gəlməsini isə kim kömək etmişdi? Əmir Teymur. Teymur dövlət hökmdarı Əmir Teymur kömək etmişdi. 82-ci ildə hakimiyyətə gələn kimi Rus knyazlarının üzərinə hücuma keçir və Moskvanı tutaraq yandırır Toxtamış xan. Sonra isə öz dostuna, belə desə, Əmir Teymura xəyanət edərək 85-ci ildə gəlir ki, Azərbaycan dağını keçmiş ildə Təbrizi tutur, Teymura qarşı müharibəyə başlayır, müharibə edir və s. Və hətta deyirik ki, Əmir Teymur Azərbaycana, Cənubi Qafqaza, İranı yürüyüşünə istifadə edərək gedir Teymurlar dövlətinin ərazilərini işğal etməyə çalışır. Nəhayət 1395-ci ildə isə tarixdə Terek döyüşü baş vermişdi. Terek döyüşünüzü demişdik aydın keçən anladı. 3 dənə Terek döyüşü Teymur Toxtamışı məğlub edir. 3 Terek. 1395. Terek döyüşündə Teymur Toxtamışı öldürür. Beləliklə Qızıl Ordu dövləti deməli daha da zəifləməyə başlayır. Terek döyüşündən sonra bu Rus knyazları yenidən başlayırlar Qızıl Ordu'nun asıllığından çıxmağa. 15-ci əsrdə Qızıl Ordu dövləti zəifləyir və 4 yerə parçalanır. Qazan xanlığı, Əştərxan xanlığı, Qırım xanlığı və Noqay Ordası adlı 4 dənə yerə parçalanmışdır. Hə, xanlıqlar idi. Orada da əslində dövlət kimi bir şeydir, xanlıq kimi bir şeydir. Sonra biz son olaraq Qızıl Ordu'ya aid deyirik ki, Uqra çayı sahilində Görüş adlı bir tarixi hadisə var. Bu nədir? Qızıl Ordu xanı Əhməd xan 1463-dən 81-ə qədər olub hakimiyyətdə, səhv eləmirəmsə. Qızıl Ordu xanı Əhməd xan yenidən Rus knyazlarını tabe etmək istəyir və gedir Uqra çayı sahilində Rus knyazlarını mühasirəyə alır. Amma mühasirəyə alsa da neynəmir? Üstlərinə hücuma keçmir. Və bunun nəticəsində Qızıl Ordu deməli, Rus knyazları ümumiyyətlə təmiz Qızıl Ordu'nun asıllığından çıxırlar. Rus knyazları tamamilə Qızıl Ordu'nun vassal asıllığından çıxırlar. Biz buna deyirik Uqra çayı sahilində görüş. Yəni bu Əhməd xanın strateji səhvi idi. Rus knyazları mühasirəyə alıb, amma üstlərinə hücuma keçib onları məğlub etmir. Buna görə də Rus knyazları qalib gəlmişdirlər. Əhməd xan geri çəkilir və beləliklə Rus knyazları asıllıqdan çıxırlar. Nəhayət 16-cı əsrin əvvəlində Qızıl Ordu dövləti süqut etmiş olur. Qızıl Ordu'da Monqola aid bir neçə digər şeylərdir. Tarxan var idi burada, imtiyazlı təbəqə idi. Tarxan imtiyazlı təbəqə. Dövləti təbii ki, böyük hökmdar idarə edirdi. Ali divan var idi. İmtiyazlı nə deməkdir? Yəni vəzifəli. Tarxan imtiyazlı, yəni vəzifəli bir təbəqə idi.
Baskak var idi. Baskak vergi yığan məmur idi. Yəni gedib vilayətlərdən, şəhərlərdən, kəndlərdən vergiləri yığan məmur idi. Baş vəzir həmişə kimi maliyyə işlərinə, daxili işlərə baxırdı. Burada bir dənə bəylərbəyi fərqi var. Bəylərbəyi orduya deməli rəhbərlik edən şəxsə deyilirdi. Uşaqlar, bizə mütləq şəkildə baxın, sizə deyirəm, testdə düşsə bu mövzudan. Kulikova döyüşü çox düşür, bir də Kulikovanın nəticəsi çox düşür. Kulikova döyüşü 1380-ci ildə Qızıl Ordu sərkərdəsi Mamay məğlub olur və Rus knyazları Qızıl Ordunun asıllığından çıxır bir müddətlik. Sonra Terek döyüşü önəmlidir. Qızıl Orduları toplanmış, Teymura məğlub olur. 3 sənə Terek. 1480 Uqra çayı sahilini görüşürlər. Bu hansı Rus knyazları vassal asılığından tamamilə müharibədə kimdən müharibə şeydir? hansı müharibədə? Dedi, Toxtamış Teymurla. Terekdə Teymurla. Amma bu 1380 Kulikova, 1480 Uqra çayı o Rus knyazları idi. Moskva knyazlığı var idi orada. Daha çox onun ətrafında